Salam dəyərli dostlarımız, salam dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Xatirinizdədirsə, İlham Əliyev Amerikada olarkən Trampa mənim 9 nəvəm var demişdi. İlham Əliyevin bu açıqlamasının ardınca bəndəniz onun 9 nəvəsinin kimlərdən ibarət olduğunu araşdırmağa başlamışdı. Lakin bəndəniz bu rəqəmin 5+1 rəqəmindən o tərəfə getdiyini görə bilməmişdi. Sual verəcəksiniz ki, 5+1 rəqəmi nə deməkdir? İki övlad Leyla Əliyeva ilə Emin Ağalarov cütlüyündən dünyaya gələn övladlar, iki uşaq Arzu Əliyeva ilə Səməd Qurbanov cütlüyündən dünyaya gələn uşaqlar, bir uşaq hələ Əliyeva Alyona Qonçar qızı ilə bağlı qalmaqallar ortaya çıxmazdan öncə Heydər Əliyevlə, bala Heydər Əliyevlə Əliyeva Alyonanın cütlüyündən dünyaya gələn uşaq və bir də İlham Əliyevin cəmiyyətə güya Leyla Əliyevanın qızı kimi, uşaq evindən götürdüyü qızı kimi sırıdığı öz doğmaca qızı Əminə Əliyevadan gedir söhbət. Yəni bunun cəmi 5+1 6 rəqəmi eləyir və bəndəniz ha topladı, ha vurdu, ha böldü, ha çıxdı. Einsteinin nisbilik nəzəriyyəsini də gətirdi, teoremalar da gətirdi. Bu 6 rəqəmini 9 rəqəminə çevirə bilmədi ki, bilmədi. Onda bəs bu 9 nəvə kimdir? 6-sını tapdıq. Bəs yerdə qalan 3-ü kimdir? Deməli, Əliyeva Alyona Qonçar qızı ilə bağlı qalmaqallar meydana gəldikdən sonra bizim araşdırmalarımız nəticəsində məlum oldu ki, Əliyeva Alyona Qonçar qızı Heydər Əliyevlə tanış olmazdan öncə Sevil Əliyevanın oğlu Azər Əliyevlə daha öncədən çox isti münasibətləri olmuş və onların 2 oğlu olmuşdur. Və onların oğlanlarından birinin adı Mahmuddur. Mahmud da bilirik ki, Sevil Əliyevanın həyat yoldaşı Mahmud Məmmədquliyevdən gedir söhbət. Və Heydər Əliyev hələ sağkən onlar rəsmən ayrılmışdırlar. Digər oğlunun adı isə Haydardır. Heydər yox, Haydar. Nədən Haydar olduğunu bəndəniz gerçəkdən araşdırıb sona çıxa bilmədi. Çünki nəzərə alsaq ki, burada prezidentin ailəsindən, prezidentin bacısına məxsus olan bir ailədən gedir söhbət. Nüfuz etmək o qədər də asan bir məsələ deyil. Deməli, Azər Əliyevin prezident nəvəsi hüququ, imtiyazı qazanan nəvələr olduğunu da nəzərə alsaq, bu edir 8. Bəs onda 9-cu nəvə kimdir? Bəndəniz bunu da araşdırdı, tapdı və 9-cu nəvə də Arzu Əliyeva ilə Fərid Əsgərovun münasibətlərindən dünyaya gələn Aida adlı bir qız uşağından burada söhbət gedir. Həmin Aidanın da ləqəbi Sultandır. Yəni, Arzu Əliyeva ilə Fərid Əsgərovun Sultan ləqəbli Aida adlı bir qızları var. Və məsələnin ilginc tərəfi bundan ibarətdir ki, həmin Aida deməli, Parisdə, Fransada, Parisdə Sevil Əliyevaya məxsus 52 milyard avroluq malikanədə böyüyür. Nədən orada böyüyür, nədən o uşaq orada yaşayır, bunu da araşdırıb ortaya çıxarmaq mənim üçün o qədər də asan olmadı. Yəni, bunu mən araşdıra bilmədim, amma həmin uşaq orada böyüyür. Və bütün sosial şəbəkələrdən, YouTube kanallarından, hamısından biz görürük ki, Arzu Əliyeva ilə Fərid Əsgərovun münasibətləri mövcuddur və bu münasibətlər açıq şəkildə də ictimaiyyətə bəllidir. Amma məsələnin digər tərəfi bundan ibarətdir ki, prezident ailəsi bu məsələ ilə bağlı açıqlama vermir. Baxın, Əliyeva, Alyona, Qonçar qızı ilə bağlı biabırçılıqlar, bütün sosial şəbəkələri, bütün YouTube kanallarını, bütün saytları belə bürüdü. Müstəqil, Avropada olan müstəqil saytları, yəni blogerlərin saytlarını belə bürüdü. Lakin prezident ailəsi İlham Əliyev, Mehriban Əliyeva bu ilə bağlı heç bir açıqlama vermədilər. Nədən açıqlama vermədiniz? Bu sizin ailənizlə bağlı olan bir biabırçılıq idi. Əksinə nə etdiniz? İlham Əliyev, nə etdiniz? İnhisarınızda olan saytları sanki yarışa düzdürdünüz. Əliyeva Alyona Qonçar qızı ilə bağlı olan bütün biabırçılıqların üzünü mal alayaraq onu Azərbaycan xalqına bir əxlaq nümunəsi kimi, bir gələcəyin, necə deyərlər, birinci xanımı kimi təqdim etməyə çalışırsınız. Buna uğursuz cəhd göstərirsiniz.
Qeyd edeyim ki, burada bir məsələni nədən deməli Fərid Əsgərovla Arzu Əliyevanın Aida adlı qızına Sultan ləqəbi verilib. Bilirik ki, Aida İmamquliyeva Nəsir İmamquliyevin qızıdır və Nəsir İmamquliyevin uşağı olmayıb. O Aida İmamquliyevanı uşaqlığa götürübdür və burada mən qeyri-adi içində görmürəm. Hər bir insanın ailəsində bu ola biləcək bir problemdir. Yəni məsələnin bu tərəfi mənim ilgimi çəkən bir məsələ deyil. Məsələnin ilginc tərəfi odur ki, yəni ilgimi çəkən tərəfi odur ki, Nəsir İmamquliyev, onun əsl adı Nəsrullahdır əslində, evində Aida İmamquliyevaya həmişə sultanım, sultan deyə müraciət edərdi və hal-hazırda da həmin ləqəb Fərid Əsgərovla Arzu Əliyevanın birgə münasibətindən dünyaya gələn Aidaya verilən bir ləqəbdir. İndi mən İlham Əliyevə buradan sual verirəm. İlham Əliyev, Amerikada ağzına çubuqla dovşan sığışmadı. Mənim 9 nəvəm var dedin. Nədən o 9 nəvənin adını açıqlamadın? Nədən? Onlara prezident nəvəsi kimi imtiyazlar verdin. Nədən? Biz sizdən azmı çəkdik? Bizə məxsus olan pulları, bizə məxsus olan bütün sərvəti öz dədənizin malı kimi talan edərək offshore zonalara yatırdınız. İndi də nəvələriniz gələcək bugün sabah bizim uşaqlara məxsus olanları onlardan mı talan edib offshore zonalara yatıracaq? Nədən açıqlamırsınız? Nədən istəmirsiniz ki, sizin nəvələrinizi nəinki Azərbaycan ictimaiyyəti, hətta bütün dünya tanısın? Nədən qorxursunuz? Nədən çəkinirsiniz? Sizin bir nömrəli vəzifənizdir ki, Trumpa dediniz 9 nəvənin adını Azərbaycan ictimaiyyətinə açıqlayasınız və bundan əlavə Əliyeva Alyona Qonçar qızı ilə bağlı ictimaiyyətə açıqlama verəsiniz. Çünki siz onu bizə Qodnisanovun qızı kimi təqdim etdiniz. Açıqlama verməlisiniz. Sizin bu borcunuzdur. Bizim qarşımızda borcunuzdur. Tələb edirəm ki, siz çıxın, bütün kanallarda buna açıqlama verin. Amma sizdə o cəsarət yoxdur. Sizdə o cəsarət olsaydı, Əliyeva Alyona Qonçar qızı ilə bağlı bütün biabırçılıqlar, istər YouTube kanallarını, istər sosial şəbəkələri bürüyəndə siz çıxıb açıqlama verməliydiniz. Bununla bağlı məsələyə aydınlıq gətirməliydiniz. Amma eləmədiniz. Çünki qorxursunuz. Çünki cəsarətiniz yoxdur. Azərbaycan xalqının qarşısında İlham Əliyev sənin də, Mehriban Əliyeva sənin də gözün kölgəlidir. Siz Azərbaycan xalqının bütün sərvətini talan eləmişsiniz. Azərbaycan xalqına siz divan tutursunuz. Azərbaycan xalqını müti hala salmışsınız. Və biz də bunları danışanda bizi vətən xaini, dövlət düşməni elan edirsiniz. Amma zaman gələcək. Siz etdiyiniz bütün hərəkətlərə görə bizim qarşımızda qanunla cavab verəcəksiniz.